Usikum və nəfsi bitəqvallah. Sizə və özümə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Müteala'nın insana Qur'an-ı Kərimdə xatırlatdığı ən böyük həqiqətlərdən biri insanın ölümlə görüşmə zamanıdır. Allah Müteala Qur'an-ı Kərimdə insana xatırladır ki, Əynəmə təkunu yudrikkumul mevt və ləv kuntum fi burucin müşəyyədə. Allah insana deyir ki, harada olsanız, hətta uca qəsrlərin içində olsanız belə, siz ölümlə görüşəcəksiniz. Ölüm sizin sorağınıza gələcək. Bu sizin kimliyinizə, hətta Allaha inanıb, inanmadığınıza baxmır. Bu hamının görüşəcəyi bir həqiqətdir. Hətta Sədinin Gülüstanında var ki, bir adama gəlir deyirlər ki, gözün aydın olsun, Allah sənin filan düşmənini yer üzündən apardı. O da təəccüblə baxır bu sözü deyənə, deyir ki, burada sevinməli nə var ki? Məgər Allah məni yer üzündə saxlayacaq, məni də yer üzündən aparacaq. Ölüm mənim də sorağıma gələcək. Ona görə Qur'an başqa bir ayədə deyir ki, وَجَاءَتْ سَكْرَةُ الْمَوْتِ بِالْحَقِّ ذَلِكَ مَا كُنْتَ مِنْهُ تَحِيدٍ. Ölüm beyhuşluğu gələcək və həqiqət meydana çıxacaq və bu həmin həqiqətdir ki, insan ondan qaçmağa çalışır. Başqa bir ayədə də Allah buyurur ki, kullu nəfsin zaiqatul maut. Hər bir nəfs ölümü dadacaq. Burada bir istisna yoxdur. Allah Qur'an-ı Kərimdə insana ölümü xatırladanda, ona görə xatırlatmır ki, elə insanlar qorxsunlar, elə oturub gözləsinlər ki, haçan mənim son nəfəsim gələcək, dünyamı dəyişəcəm, ona görə yox. Allah insana ölümü xatırladır ki, insan həyatın bir çox mövzuları var ki, onlar önəmli deyil, onları önəmli hesab edir. İnsan önəmsiz mövzuları özü üçün xüsusiləşdirməsin. Önəmli olan ölüm adlı bir mövzu var ki, ondan o tərəfə yoxdur, onu özü üçün önəmli hesab eləsin. Bilsin ki, əsas olan ölümdür və hamı bir gün dünyasını dəyişəcək. İnsan tədbir töksün, bu mövzuda tədbir töksün. Və Həzrət Peyğəmbər buyururdu ki, bir hədisində, əksiru min zikr hadimil ləzzət. Ləzzətləri aradan aparan ölümü çox xatırlayın. Elə buna görə xatırlayın ki, mənasız şeylərə, boş şeylərə vaxt sərf eləməyin. Həyat bir xüsusi bir Allahın vermiş olduğu neymətdir ki, o neymətin vaxtında qədrini bilin. Əlinizdən çıxandan sonra o neyməti dəyərləndirmək mümkün deyil. Və ölüm də əlbəttə yox olmaq deyil. Nizami öz Sirlər xəzinəsində deyildi ki, hərçənd ki, dünyada ölüm gerçəkdir, ölüm ölmək deyil, yer dəyişməkdir. İnsan səfərdədir. Bilirsiniz, nəyə oxşayar bu? Allah bizə istəyir ki, biz ölümü xatırlayaq. Məsələn, siz diqqət eləsəniz, ölümünü bilən və yaxud öz öləcəyini bilən, ölümünə az qalan insanlarda bir qəribə hal olur. Məsələn, biz buna ad verə bilərik ki, ölüm məsumluğu. Məsələn, öləcəyini bildiyi üçün mənasız mübahisələrə vaxt sərf eləmir. O adamlar ki, onlarla yola getmirdi, məsələn, onları da sevməyə başlayır. Bu nəyə bənzəyər? Bir adam bir yerdə yaşayar, bir məntəqədə, bir şəhərdə, bir kənddə. Bir iş səbəbindən və yaxud təhsil səbəbindən, hansısa səbəbdən oranı tərk eləyər. Halbuki bilir, ora geri qayıdacaq. Fikir versəz o adama və yaxud kim bu hissi yaşayıbsa, həmin yeri tərk elədiyi zaman, həmin yerdə olan ağaca da məhəbbət bəsləyir, ən uzaq qohumuna da məhəbbət bəsləyir, sevmədiyi adamlara da məhəbbət bəsləyir. Çünki bilir ki, buradan ayrılır. Ayrıldığını bildiyi üçün başlayır sevməyə onları. Ölüm də belədir. İnsan ölümü xatırlayanda onun həyatından bir şey azalmır. Əksinə, həyatı mənalı olmuş olur. İnsan ona görə ölümü xatırlamalıdır. Əlbəttə, bir qism insan görürsünüz ki, hətta cənazə məclislərində, yas məclislərində onlar elə deyib gülürlər, elə bir ki, özləri ölməyəcəklər.
Əmir-ül-Müminin Həzrət Əli əleyhissalamın dövründə bir cənazəni aparırdılar. Əmir-ül-Müminin o cənazənin arxasıca gedən adamlardan biri idi. Birdən eşitdi ki, bir qəhqəhə səsi eşitdi. Gördü ki, bir-iki adam gülür, gülümsüyür. Təəccüblə baxdı onlara, dedi ki, sanki ölüm bizdən başqası üçün yazılıb. Sanki bu dəfn elədiyimiz insanlar səfərə gedirlər, bir vaxt qayıdacaqlar. Yəni, belə deyil də, bizim üçün də ölüm var. Biz xoşlayırıq ölümü başqasına yaraşdırmağa, özümüzü ölümü o qədər də yaraşdırmırıq. Dəfn elədiyimiz insanlar geriyə qayıtmayacaqlar. Biz onların yanına gedəcəyik. Bir halda ki, bunları bilirik, niyə buna uyğun həyat yaşamırıq ki? Ölüm insan üçün bütün həqiqətləri meydana çıxarır. Və həyatın ən böyük həqiqətidir. Həyat da nisbidir. Həzrət Nuh Şeyxül Ənbiyadır, Peyğəmbərlərin ən uzun ömürlü yaşayanıdır. Dedilər ki, ondan dünya həyatını necə təsvir edərsən? Dedi ki, elə bir ki, iki qapısı olan bir otağa bənzəyir. Bir qapıdan girirsən, o bir qapıdan da çıxırsan. Və hətta son anlarında belə bir rəvayət var ki, Əzrail onun canını almağa gələndə günəşin altında işləyirdi. Dedi ki, bir xahişim var, mənə icazə ver ki, bu günəşin altından kölgənin altına keçin, sonra mənim canımı al. Dedi, mən qəbul edirəm. Günəşin altından kölgənin altına keçəndən sonra dedi ki, Həzrət Nuh, dünya həyatında mənim üçün ən uzun gələn müddət məhz bu müddətdir. Bu andır ki, mən günəşin altından kölgənin altına keçdim. Yəni, həyat bu qədər sürətlidir, bu qədər anidir. Şeyx Bəhaī öz kəşkülündə yazırdı ki, Hindistanda qədimlərdə bir adət vardı bir məntəqədə. Hər 100 ildən bir ortaya bir daş qoyardılar. Kimin 100 yaşı tamam olsaydı və yaşamış olsaydı həmin zaman, çıxardı daşın üstünə, həmin günü bayram keçirərdilər. O 100 illik ömründə nə görüb, nə yaşayıb, cəmaatı nəsihət edərdi. Və cəmaata deyərdi ki, həyat bu qədər anidir. Yəni, ömrə bu qədər güvənməyin. Hətta deyir ki, bəzən 100 ildən bir adam tapa bilməzdilər ki, o daşın üstünə çıxsın, çünki 100 yaşı olan və yaşayan adam tapa bilməzdilər. Yəni, həyat belədir. Ona görə insan ölümü xatırlamalıdır. İmam Hadi əleyhissalam buyurdu ki, Uskur məsra'əkə beynə yədəy əhlik və la təbibə yəmnəuk və la həbibə yənfəuk. O anı xatırla ki, sənin cansız bədənin ailənin gözünün önündə duracaq. Bir təbib, bir həkim olmayacaq ki, sənə kömək eləsin. Və bir dost olmayacaq ki, sənə fayda versin. Mümkün deyil. Ən yaxın dostun da olsa deməyəcək ki, sən dur yaşa, mən sənin yerində ölüm. Mümkün deyil. Ona görə insan dünya ilə bu cür keçinməlidir. Bilməlidir ki, dünya sabitlik evi deyil. Hamı dünyasını dəyişəcək. İnnəmə hazihil həyatud dünya məta. Dünya sadəcə müvəqqəti olaraq bəhrələnmək üçün bir yerdir. Və innəl axirətə hiyə darul qərar. Qərar evi axirətdir. Sabitlik evi axirətdir. Ölüm də insanı bir yerdən başqa bir yerə aparır. Amma ölüm yenə də qeyd etmək lazımdır ki, ən böyük mucizədir. Ustad Şəhriyar deyirdi ki, bir insan dünyadan köçürsə əgər, sən elə bilmə ki, tək bir can gedir. Hər sönən baxışda saysız diləklər, hər kiçik tabutda bir cahan gedir. Yəni, ölümdə bu qədər ibrətlər var. Əgər insan ölümü doğru anlaya bilsə və bilsə ki, əslində ölümü xatırlamaq insan üçün bir üstünlükdür. Ona görə ki, insan bilir ki, həyatım bitəcək, bir halda ki, həyatım bitəcək, mən onda vacib şeylərə vaxt sərf eləməliyəm. Vacib olmayan şeylərə vaxt sərf eləməli deyiləm. Bir tanınmış adamlardan birinin müsahibəsində vardı. Deyirdi ki, nə yaxşı olardı ki, hamı bir qəbir daşının şəklini çıxartsın, qoysun öz cibinə. Görsə ki, harada məsələn, həyatın hansısa zamanında, hansısa anında birdən özündən razı olsa, çıxartsın, baxsın ona. Desin ki, mən də öləcəm. Və yaxud birdən hansısa anında düşünsə ki, həyat mənasızdır, yenə çıxartsın, baxsın ona. Ölümün müqabilində
İnsan ölümü xatırlayanda görür ki, həyat nə qədər çətin də olsa, mənalıdır və şirindir. Siz heç görməzsiniz ki, dünyasını dəyişən adamlar desinlər ki, mənim maddi vəziyyətim pisdir. Çünki onun üçün bütün neymət orada onun canıdır. Candan o tərəfəsi yoxdur. Əksinə deyər ki, mənim nə qədər var dövlətim var, nəyim varsa vereyim, tək ki, biraz da yaşayayım. Demək ki, ölümün müqabilində heç nə sıxıntılı deyilmiş. Ölümdən başqa və ölümdən böyük bir sıxıntı yoxmuş. Ölüm bizə bunu xatırladır. Və ölüm bədbinlik mövzusu deyil. Ki, onu xatırlayanda sən Allah ondan danışmayaq, ondan insandan uzaqlaşmır. Əksinə, insan ölümü xatırlayanda bilir ki, mən əgər mənasız yerə bir nəfərlə mübahisə eləmişəmsə, dəyməzmiş. Mənasız yerə öz bütün vaxtımı dünyanın arxasıca qaçmağa sərf eləmişəmsə, buna da dəyməzmiş. Əslində, həyat bəsitmiş. Çingiz Aytmatovun bir əsərində var, deyir ki, hamımız beləyik. Gözləyirik ki, bir nəfər məsələn düşsün, xoşlasın, bir nəfər dünyasını dəyişsin, başlayaq onu hörmət eləməyə. Deyir ki, filan kəs yaxşı adam idi, məsələn, çox müsbət adam idi. Amma belə olmalı deyil. İnsan ölümü xatırlamalıdır və nə qədər ki, öz canı yerindədir və nə qədər ki, qarşısındakı insan dünyasını dəyişməyib, dəyərləndirməyi bacarmalıdır. Elə gözləmək lazım deyil, bir nəfər dünyasını dəyişsin, deyək ki, yaxşı adam idi. Bu, yaxşı adam edirsə elə bunun sağlığında demək lazımdır. Ona görə biz bugün düşündük ki, bu mövzudan danışaq ki, bir çox şeylər adiləşib. Məsələn, böyüklər görmüşük ki, bir adam qəfil dünyasını dəyişəndə, istər qohum olsun, istər qonşu olsun, istər yad olsun, bunu eşidəndə insanda bir təlatüm hissi yaranardı ki, bəs mənim üçün də bugündən var. Hətta görərdin ki, bayramlarda belə əgər qonşusundadırsa, bayram keçirməzdir ki, bəs ayıbdır. Amma görürsən ki, bəzən insanlar ölümü çox adiləşdirirlər. Elə bilirlər ki, elə həmişə qonşu öləcək, həmişə yad adam öləcək. Bayaq Quranın ayəsi ki, dedik, halbuki bilmək olmur. Və mə tədri nəfsun məzə təqsibu qədə və mə tədri nəfsun bi'əyyə ardin təmud. Bilmək olmur, sabah kim nə qazanacaq və harada öləcək və kimin müddəti nə qədərdir. Və hətta bunun da hikməti budur ki, Allah əgər bizə bildirsəydi ki, məsələn, filan kəs 100 il ömrü yaşayacaq, həmin adam 99 ilini verəcəkdi, bihudə işlərə sərf eləyəcəkdi, sonuncu ildə başlayacaqdı əməli salih olmağa. Əslində, ölümün bilinməməsinin bir hikməti də budur ki, heç kim arxayın ola bilməz ki, kimin müddəti nə qədər bitəcək. Amma bu müddət nə qədər uzun olsa da, Həzrət Peyğəmbər buyururdu ki, ömür nə qədər uzun olsa da, o qədər də qısadır. İstəyir olsun 500 il, yenə qısadır. Bir adama dəftər qələm versəz ki, məsələn, sən 500 il yaşadın, yaşadıqlarını qeyd elə, o 4-5 səhifədən o tərəfəsini qeyd edə bilməz. Çünki həyat nisbidir. O qədər nisbidir ki, bəzən özümüz etiraf edirik də, istədiyimiz bir adamı görəndə, onunla danışanda, bizim üçün bir saat, bir dəqiqəymiş kimi gəlir. Amma istəmədiyimiz bir adamla münasibət saxlayanda, yaxud istəmədiyimiz bir şey görəndə, bizim üçün bir dəqiqə, bir saat kimi gəlir. Ömür də bu qəbildəndir. Bu qədər sürətlidir. Allah Müteala'dan istəyir ki, Allah Müteal həyatının qədrini bilən bəndələrindən bizi qərar versin. Allah Müteala'dan istəyir ki, Allah Müteal bu cümə gününə xatir bizi və yaxınlarımızın günahlarını bağışlasın. Allah Müteala'dan istəyir ki, Allah Müteal dünyasını dəyişənləri qəriq rəhmət eləsin inşallah. Allah Müteala'dan istəyir ki, Allah Müteal Quran və Əhl-i Beytdən bizi ayrı salmasın. Allah Müteala'dan istəyir ki, Allah Müteal bizi öz gözümüzdə kiçiltməmiş, başqalarının gözündə ucatmasın. Allah Müteala'dan istəyir ki, Allah Müteal zəmanənin imamının xidmətçilərindən bizi qərar versin. Allah Müteala'dan istəyir ki, kimlərin ki sıxıntıları var, hacətləri var, Allah Müteal onların hacətlərini Quran və Əhl-i Beytə xatir həll eləsin inşallah. Kimlər ki bizlərdən dualar istəyiblər, onların da dualarını müstəcab eləsin inşallah. Allah Müteala'dan istəyir ki, Allah Müteal bizi bağışlandığı bəndələrindən qərar versin inşallah.